Azərbaycandan gələn sumkaları açırıq. Bu mənim rekordumdur. Çünki ilk dəfə 16 plus 9, 16 yarım plus 9. Çünki ilk dəfə 25 kilo yarımlıq bagaj açıram. Baxaq görə nə göndəriblər. Əslində bilirəm nə göndəriblər. Sadəcə sizlə paylaşmaq istədim. Bu birinci sumka. Bir dənəsini açmışam. Belə bir kələm turşusudur. Tadına baxın. Qırtıldı. Möhtəşəm. Acılıb. Kələm turşusu. İkincini açıram. Bunların ağızlarını elə bağlayıblar ki, dağılmasın. Qeyd edim ki, bunların hamısını təkcə mamam göndərməyib. Mama göndərib, amma başqa adamın maması. Ağızlarını da çiskosluyublar. Bu nədir? Bu da biber turşusu. Biber turşusu. Tadına baxaq. Mütləq baxmalıyam. Ayda bezakla niyə kəsirim? Biraz yekə bıçaq götürüm. Bildiniz də bu yəqin ki, içi doldurulmuş biber turşusudur. Olsun, möhtəşəm dadı. Dadı dişim. Yoxdur da belə bir şey. O birisi burada görüm nə var. Turşular istəmişdim. Bir də bəzi mürəbbələr, özəl mürəbbələr. Tapılmağı biraz çətin olan mürəbbələr. Əslində turşudur, mürəbbə deyil. Bunlar hamı hazır verir, amma baxır kimin əlindən necə çıxır. Dadlı olmaq məsələsi var. Sındı. Yeyək. Bayxın belə bə. Allah'ım necə bək bağlanıb, aça bilmirəm. Əncir mürəbbəsidir bu. Bu əncirdir. Bunları gərək bankalara boşaldım. Mədəm bugün yenə bayram edəcək. Turşu, tuzlu. Burada 2 dənə əncir var. Biri Bakı ənciridir, biri rayon ənciri. Bunları da torbanın içine koyup bunu belə boşaldım. Ne kadar salafana dökülür ama yine de biraz axıbdır. Hə, bu əsas məsələ, ən sevdiyim. Bu buradan çıxarda bilmirəm, amma sizə göstərmək istəyirəm. Zeytun mürəbbəsi. Baxaq. Perfecto. Lo hago eso y va. Növbəti. Görək bunun içində var. Bu mürəbbə olmalıdır. Bu bilirəm nədir? Əncirdir. Bu əncirdir, bunu açmayacağım. Burada qalıb ki. Bu səhv eləmirəmsə sumaq olmalıdır. Bu sumaq hardan gəlib Qəbələdən? Allah, bu necə açaq ki, sumağın bəs torbasını deşməyə. Allah.
Smaklı. Başını çıksın. Al çıksın. Ulan iyisi beşim. O ne kadar tatlı var. Bu da sımak. Muhteşem bu. Sımak aldım kesinlikle bankadan. Her kahve ediyorum. Sonra. Bir yana su kavalıydı. Ha, bu da. Getirdim. Buna ne davayısı gelir. Mesela boz zakası falan. Ha. Bu hindal. Şekil hindalı. Olmazsa olmaz. Yine de Yahya'dan. Seçimim bu defa Yahya'dan. Bir şeyde bağlayacağım. Fındık. Fındık mindalı. Dur. Adım bağlarım. Koyuyorum buraya. Bu keçi yotudur. Bu da var. Bu da gelir adalar olan yere. Bu qoz qəfəsdir. Bu da qoz qəfəsdir. Daha hamısından da baxmışam, ondan da baxım. Zirvəcirəm. Geliyor. Bomba. Niye ayrı paketlərdə görürəm? Bu zaten önemlisi hayatımızın dili. Bunun adını tek bilmirəm. Ya püstədir ya badam. Yox. Ya püstədir ya inna. Bu bizim həyatdandır. İçi un kimi olmalı. Böyle bir şey. Yox. Unun yanından da öyleymiş. Bu ne? Bu nəsə güldü. Ben bu canmamadan soruşum. Bu nədir bilen var. Bu nədir? Hə, onu bilmem. Hə, bu olur ya. İçi ləpəli. Böyle doğrup yiyirsən. Bu ondandır. Mesela bunu alayım da. Her yetim alacağım. Xarab olmasın. Sonra yerləşdirəm. Alayım. Növbəti. Bu nədir? Bunu anam pişirib yaratmışam. Aha. Açamıram ağzını. Belə açacağım. Görün nədir bu? İçi qozdu. Bomba. Oğlum sonsuz yiyirəm. Bu paxlavadır. Bu da yenə min qaldı. Bu da əlifsət. Şirniyyət evincili. Bu da bakalım. Allah'ım. Sana geliyorum. Bilmem nədir. Bu külçədir. Biz tərəflər külçə deyir. Siz yəqin ki şorboğal deyirsiniz. Bundan. Görsələr yəqin ki. Balaca kəsin. Of. Bir iki dənə. Demişdim özüm ama az qoyarsan. Əsl külçə belə olur bax. Yoxsa indikilər. Nə bax? Bütün qatları görünür. İçində də o qədər dava var ki, xəmirin rəngi bütün təşir. Bunu qızdırıb yenə hafif dəhşət var. Bu əlifsə şirniyyət evindən paxlava yenə. Bu Yahya dayıdan paxlava. Paxlavadan bulam. Paxlava nə idi? Şəkər halvası. Mən də bəziləri kimi. Getdik ən sevimli hissəmiz, güşəmiz turşulara. Bu albalı dövməcidir. Bunu açmayacağım, xarab olmasın. Bu turşu deyil, bu cələ mürəbbəsidir. Bunların hamısının belə qablarda olmanın səbəbi odur ki, şüşədə olanda qırılma ehtimalı var. Amma belə olanda qırılmır. Bu qoz mürəbbəsidir, bunu açacağım mütləq. Qoz mürəbbəsi zəif nöqtəmiz. Düz balaca olacaq. Xartıltı mümkə sonra gəldi, yoxsa yox. Super. Gəldim bilirsiniz də, əsl qoz mürəbbəsi xırt-xırt eləyib dadını aldı. Yumuşaq olmalı deyil. Bu nar dənəsidir. Onun dənəliyib göndərib, sağ olsun. Anne, yüreği işte, ne yaparsın? Allah.
Bu nədir? Bu bəhməzdir. Siz doşab deyirsiniz. Bu zoğaldır. Turşusu. Bu qəşəngdir. Bunları da qonxalayım ki. Bunun içində güman edirəm ki, turşudur. Açıram. Bu da turşudur. Nətər açım hə bunu? Sarımsağın isi bura qədər gəldi. Bu nətər açırlar görsən? Bunun kodu nətər açıram? Diyez 002 diyez yazsam açıram. Açamıram. Hə, tapdım. Muhteşem. Bunun içində həm kələm var, həm badımcan var, həm də içi doldurulmuş kəvəli var. Söz tapa bilmirəm. Allah mamaların canını sağ eləsin. Bunlardan istəmişdim. Çünki burada tapa bilmirəm. Ləkə çıxarır sizə. Normalda. Bu nədir? Çok profesyonellaşdım. Salafan açmaqda. Bu səhv eləmirəmsə alsam. Onu çıxartmaq üçün mən gərək bunun tulkanı kəsim. Göründə də qurtuldu irədə. Hadi bir silah alta gidelim. Bu dolgadır. Geçen açılış videosunda yazmışsınız ki evet yanıma düştü gülmem şey. Yazılan ki Aynur'un maması cüzdü füstü içəndə. Bizim evdə həqiqətən də o çöldən gələn soklar yoxdur. Onlar içilmirdi. Mama alır bulan qablarını boşaldır, saxlayır ki, mənə belə göndərəndə lazım olur da. Yəni bizdə bu içən yoxdur. Ömrücə dədir. Sənin şərəfinə mama. Bu şəkil dolğası da öyle. Bu Gəncə dolğası. Çünki bunun içində dağ kişnişi var. Əla. Mamaşa çox sağ ol. Bu da ənənəvi, sadəcə şəkillərin və qəbələrin bildiyi axyar turşusu. Başqa zonalarda bilirik, amma bu faktiki orada yetişir də. Bir şəkildə, bir qəbələdə. Çox adamdan mən ümumiyyətlə eşitdim. Axyar olur ki, niyə olmur ki? Başda sarımsaq bizi salamlayır. Abonmantan çıxardım ha. Çıxartmağı yenə başa düşürəm ki, mən bunu kəsib çıxardacağım. Amma bunların bunun üçün nədə doldurmusan sən? Allah köməyin olsun. Görüm, Luka var. Möhtəşəm. Xiyar turşusu. Heç bir başqa xiyar turşusu çata bilməz. O birisi yox. Bunlar dərmanlardır, bunları göstərmirəm. Bəzi dərmanlar istəmişdim. Burada tapa bilmədiyim. Bu nədir? Nə olur səncə? Onun şifrəsi nədir görəsən? Mama tort pişirib göndərib. O da çamadanın desən o qədər o tərəfdə baxdılar ki, tortun üzü çıxıbdı bura. Tadına baxın. Ay mama. Ayda. 3 ay yetişəcməz qabaq desən, 2 ay qabaq desən. Mamaya demişdim ki, mən qursuda pişirmək istəyirəm. Yoxsa bacıma demişdim. Necə pişirəm? Onu pişirib göndərib. Əsl qursuda. Prosta heyf ki, yapışır amma dadı möhtəşəmdir də. Dəhşətdir. Baxa görə bunun içində nə var? Təxmin eləyin. Nə ola bilər? Təxmin eləyin bunun içində nə ola bilər? Yumru belə, yumrudur. Yumru şeylər var. Nə acaba? Nə acaba? Bəlam.
Nar. İstəmişdim. Çünki burada nar, nə qədər nar yeyirəm, amma o Azərbaycandakı kimi dadmır da. Çünki burada hamısı, yəni xaricdən gələn nardır, bizim narlarımız kimi dadmır. Bir də bu feyxualar. Feyxualar həyatımızınkidir. Çox sağ olun, papa. Çox sağ olun, mama. Kahve yapmaya yeri yok. Bu bazım gönderdim, çok kullanıcı. Kolyelerim. Bu da balık. Teşekkürler. Bacışko. Minnettarım sana. Bunu da ben. Son bir şey kaldı. Bu nədir? Bu deməli nədir? Mən burada sveji doğra bişirə bilməyim üçün dağ kişnişidir. Bu da həyatımızdəndir. Kimdə də? Allah. Bunu belə yeyirəm siz nəyə görə? Çünki bu mənim anam təmizləyib, yuyub, qurudub göndərib. Mən Bakıda oxuyanda da mama belə göndərir də. Yok, bitti. Ümid edirəm ki, bəyəndiniz. Gələn pasılka videolarında görüşərik. Hələlik.